Bu gün sizinlə tam 50 ədəd qəhvə dənəsi görkəmində inanılmaz dadlı, ləzzətli, ağızda əriyən kurabiyələr hazırlayıram. Yoğurma qabına 125 qram otaq temperaturunda olan çörək yağı, üzərinə 200 qramlıq stəkan ölçüsü 1 stəkan şəkər pudrası əlavə edib qarışdırırıq. Çalışın istifadə etdiyiniz çörək yağı otaq temperaturunda olsun, o zaman qarışdırmaq daha asan olur. İstifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd etdim. Yağ, şəkər pudrası krem halına gəlib çatdıqdan sonra üzərinə 1 ədəd yumurta, 2 xörək qaşığı qarğıdan nişastası, əgər qarğıdan nişastası yoxdursa, buğda nişastası ilə də əvəz etmək olar. 3 qaşıq kakao və 1 çay qaşığı qəhvə əlavə edirəm. İstədiyiniz hər hansı qəhvə növündən istifadə edə bilərsiniz. 1 bağlama vanil və 1 çay qaşığı kabartma tozu əlavə edib qarışdırırıq. Değerli izləyicilərim, əgər kanala abunə deyilsinizsə, sizlərin hər birinizdən xahişim kanala abunə olub videonu bəyənməyinizdir. Bu bizə çox böyük dəstək, həm də kanalın daha irəli getməsinə ən böyük təkandır. Belə bir kütlə alındı. Kütlənin üzərinə 1 stəkan yarım un əlavə edirik. Yəni 2 stəkan ümumilikdə mən un istifadə etdim. Buna baxmayaraq birdən-birə əlavə etmədim. Yarısını saxladım. İndi əlimlə xəmiri yoğururam. Ola bilsin sizdə bir qədər az və ya mənim istifadə etdiyimdən bir qədər artıq un istifadə olunsun. Unun keyfiyyətinə görə istifadə etdiyiniz unun miqdarı azca dəyişə bilər. Xəmir yoğurduqda gördüm yumşaqdır. Geri qalanını da əlavə etdim və mənim üçün 2 stəkan un tam gəldi. Daha artığını əlavə etməyə ehtiyac yoxdur. Ələ yapışmayan yumşaq xəmir alındı. Xəmiri gözlətməyə belə ehtiyac yoxdur. Dərhal kurabiyələri hazırlayırıq. Təxminən hər biri 11-12 qram olmaqla gözə yarı kurabiyəni hazırlaya bilərsiniz. Xəmirdən bir miqdar əlinizə alaraq yuvarlayıb qəhvə dənəsi forması veririk. Hər birini eyni qaydada hazırladıqdan sonra yağlı kağız sərdiyim sobalı istinə yığıram. Son toxunuş olaraq, yəni əsl qəhvə dənəsinə oxşasın deyə adi bir çöpdən istifadə edərək tam mərkəz hissədən üzərinə bastıraraq tam bir qəhvə dənəsi hazırladıq. Hər birinin üzərinə eyni formada naxış vurduqdan sonra öncədən isidilmiş sobada 180 dərəcə temperaturda 15 dəqiqəyə kurabiyələr bişib hazır olacaq. Budur, artıq kurabiyələr hazırdır. Sobaya veririk. Sobaya verdikdən sonra nəzarətsiz qoymuruq. Qeyd etdiyim kimi tez zamanda bişib hazır oldu. Həqiqətən dadlı, ləzzətli, ağızda əriyən, ən əsası tez zamanda evdə olan ərzaqlarla ərsəyə gəlir. Həm qəhvənin yanında, həm də çayın yanında könül rahatlığı ilə nuş edə bilərsiniz. Çox kövrək, dadlı, möhtəşəm bir ləzzətdir. Dəyərli izləyicilərim, belə asan, dadlı təamlardan anında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub, videonu bəyənib, şərh yazmağı unutmayın. Bu günlük bu qədər. Hələlik.